nitqin dördüncü şərti çıxışa təsirli yekun vurmaqdır. Buna nail olmaq üçün nitqin sonunda 2 suala cavab verməlisiniz. Birinci, çıxışın məğzi nədir? Əsas məqamları yekunda təkrar etmək vacibdir. Bu, nitqinizə məntiqi sonluq verir və əsas fikirlərin yadda qalmasına yardım edir. İkinci, auditoriya bundan sonra nəyi fərqli düşünməli, nəyi fərqli etməlidir? Çıxışın sonunda auditoriyaya verdiyiniz məlumatdan necə faydalanmaq haqqında danışmalısınız. Başqa sözlə, onları konkret hərəkətə çağırmalısınız. Bu cür çağırış nəyə görə vacibdir? Uğurlu çıxış nəticəsində auditoriya indi nə edək və ya verdiyiniz məlumatdan necə istifadə edək kimi sualların cavabını tapır. Bu cavab onlara verdiyiniz məlumatın dəyərini anlamağa və onu həyatda tətbiq etməyə yardım edir. Təbii ki, bu cavabı auditoriya çıxış boyunca anlaya bilər. Amma təkcə buna güvənmək düzgün olmazdı. Effektiv yekun mütləq dinləyiciləri aydın və birmənalı hərəkətə çağırmalıdır. Misal üçün, xərcləri azaltmaq üçün yeni xidmətimizdən istifadə edin. Siqaretə tərk etmək üçün bu 3 məsləhətə riayət edin. Mövzunu dərindən anlamaq üçün bu kitabı oxuyun. Məhz bu cür çağırışla bitən nitq həm gözəl, həm də effektiv olacaq.